Salam değerli izleyicilerimiz. Biz bugün İgid qəhrəman oğullarımızdan biri İlqar Adiloğlu Əhmədovun ev muzeyindəyik. Bugün 29 iyun 2026 yıl tarihte. İstedik, özümüzə borç bildik ki, bizim değerli şairemiz, Qızıl Qələm mükafatçısı, neçə kitabın müəllifi Füstə xanım Ləvan ve her zaman şehit ailelerinin yanında olan vətənpərvər xanım Şəhlə xanımla birlikte ve en değerlimiz baş tacımız olan şehit anası Ramil Rəhmovun anası ile birlikte Leyla Ana'nın qonağı olduq. Bugün biz özümüze necə deyərlər, çok sevinç duyduq, qürur duyduq ki, bax belə qəhrəman oğulların valideynləri ilə bir aradayıq. Ne kadar kədərli olsa da, ağır olsa da ama qürurludur. Həqiqətən də bu oğullar vətən torpaqları uğrunda canlarını fəda etdilər. Mən istəyirəm ki, Füstə xanım İlqar Əhmədova yazdığı şeiri, ürəyindən keçənləri qələmə aldığı şeiri, şəhidimizin xatirəsinə həsr etdiyi şeiri söyləsin, sonra isə analarımızdan. İşte buyurun Füstə xanım. Allah şəhidimizi rəhmət eləsin, Allah o dünyasını versin, anlayan da səbir versin. Şəhid qardaşım, gənc yaşında girdin savaşa, sərdin nəşini torpağa, daşa, vətən qeyrətini yazdın yaddaşa, Qarabağda şəhid olduq qardaşım. Kəşfiyyata gedərkən sən şəhid oldun, ölməzlik qazandın sən Qarabağda, ruhun cənnətdir, cismin torpaqda, Qarabağda şəhid oldun qardaşım. Ata-ananın qəlbində oğul dərdi, ovutmaq olmur qardaşının dərdin. Geyindin əyninə şəhid köynəyin, kəşfiyyata gedərkən şəhid oldun qardaşım. Dünya bir ağacdır, ömürsə yarpaq, yaşadın iki qardaş ana torpaqda. Səni salamlayır üç rəyli bayraq, Qarabağda şəhid oldun qardaşım. Allah şəhidimizi rəhmət eləsin, Allah o dünyasını versin. Bir xatirə olaraq mən də onun bu evinə şairin əlindən gələn şeir yazmaqdır. Bu günləri biz bu gözəl dünyada, sağlam dünyada yaşayırıqsa onların qanı bahasına biz yaşayırıq. Allah Teala dünyamızı sağlam eləsin, elə sizlərə, siz analara səbir versin. Ölən şəhidlər hamısı bizim balalarımızdır, tək sizin yox. Çünki o bizim belə yaşamağımız üçün canından keçib. Allah yerin behiştlik eləsin. Çok sağ olun, var olun, teşekkür edirəm. Bir şəhid anası kimi bugün mənim yanımda olduğunuz üçün Füstə xanım sizə, Şəhlə xanım sizə, Raziyə xanım sizə və şəhidimizin, Ramilimizin anası Gülhavvana bugün mən tək olması öz təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun, Allah razı olsun. Allah qələminizə qüvvət versin. Nə aşkım sizin kimi gözəl insanları tanıyıram ki, siz biz şəhidlərin həmişə yaşadırsınız öz qələminizlə, öz yazınızla. Təşəkkür edirəm hər birinizə ayrı-ayrı. Çok sağ olun Leyla Ana, biz sizə təşəkkür edirik, Allah'tan sizə səbir diliyirik. Elə bugün Gülhavvana da sizə mənəvi dəstək olmaq üçün gəlib. Biz iki kəlmə Gülhavvana, Ramil Rəhmovun anasından da söz alaq. Leyla Ana'ya mütləq sözlərini çatdırsın. Mən də hər kəsi salamlayıram. Burada Leyla Ana'nın yanında olmaq özümüzə borc bildik bugünkü günü. Bu arada Füstə xanımla tanış olduq, çox şad oldum Füstə xanımı da burada görməyə. Hər dəfə siz Leyla Ana'nın yanındasınız, Şəhlə xanım da, Raziyə xanım da sizə. Mən də özlərim təşəkkürümü bildirirəm ki, heç zaman bizləri tək qoymusunuz, bizim balalarımızı unutmursunuz, həmişə öz yazınızda, öz yazarınızda, nə bilim, qələminizlə yaşadırsınız, yaradırsınız. Çox sağ olun, təşəkkür edirik. Allah cəm şəhidlərimizin ruhunu şad, məqamını eləsin, analara da səbir versin. Çünki biz şəhidlərin sayəsində bir araya gəlmişik, böyük bir şəhidlər ailəsi, şəhidlər ordusu yaranır. Sağ olun, var olun. Biz sizə sonsuz təşəkkürümüzü bildiririk. Şəhlə xanım kamera arkasında da ona minnətdaram, var olsun. Bəli, İgid qəhrəman oğullar, ölməz oğullar. Bugün sizlər canınızı fəda etdiniz doğma Qarabağımızın azadlığı uğrunda, torpaqlarımızın suverenliyi uğrunda, üç renkli bayrağımızın ucalarda dalgalanması üçün ölümün gözlə ölümsüz baxan qəhrəmanlar oldunuz.
Ruhunuz karşısında ehtiramla baş eğdik. Vətən sağ olsun.